Gəlir Peyğəmbər sallallahu baxır, məsciddən gedir. Hər gün. Bir dəfə gördü ki, qayıtda ağlaya-ağlaya yenə baxır. Peyğəmbər dedi ki, niyə ağlayırsan ki? Dedi ki, gedirəm, darıxıram, sizi görmək istəyirəm. Tamaşa məqamıdır, bax bu. Mən sizi görmədən artıq diyana bilmirəm. Da niyə ağlayırsan ki? Buradayam, gəl gör haçan istəsən. Deyir, yaxşı, bu dünyada belədir. Məni fikir götürüb ki, axirətdə mənzillərimiz fərqli olsa, mən sizsiz qala bilmirəm. Mənim istəyim sizə tamaşa eləməkdir, sizi görməkdir. Bir insanın istəyinin gücünə bax, ayə nazil olur bu adam üçün. Allah ayə nazil edir ki, filan xüsusiyyətdə olan adamlar Peyğəmbərlərlə bir yerdədirlər. Gördün, cavab hazır oldu. Sən deməm, mən necə olum, adam olum, təqvalı olum, neyniyim? Sən deməm, mən tamaşa eləmək istəyirəm. Mənə göstər, baxım, baxmaqdan keyf alım, ləzzət alım. Bu baxmaqdan keyf almaq hər şeyi əridir içərdə.